Ay Naz, sən nə iş tutursan? Hə? Elə böyümüsən sən. Sənin evdə məsləhət alacağın adam yoxdur. Dədəm nə var səni müdafiə edir. Cızığından çıxmısan sən. Ay qardaş, nə olar bir dənə sakitləş. İndi hadisədir də hamının başına gələ bilər. Eyni şey bizim də başımıza gələ bilər də. Həm də ki o adamlar layiqincə cəzasını alıblar. Nə hadisə? Sənə nəsə olsa mən nə edərəm? Dədəm nə edər? Bilirsən dədəm havalanar. Heç nə olmadı da, şükür Allah, hamı salamatdır. Biz də niyə ziyan vuraq? Özün həmişə demirsən ki, yıxılana balta vurmazlar. Nazlı, o gədəni şirküt eləyərəm ha mən. Mən onunla heç bir münasibətim yoxdur, narahat olma. Bax deyirəm sənə. Sənin ondan heç bir əlaqən ola bilməz. Yol gedirsən, görürsən gəlir, başın salaşan tikir. Nə salam, nə kalam, başa düşdün? Eşidən biləm Nazlı, mən bilirsən də yəni. Bilirəm, onsuz da mən bura gəlirəm, ancaq işimi görüb gedirəm. Mənim nəyimə lazımdır, kim bura gəlir, heç kəslə də danışmıram, narahat olma. İşinlə məşğul ol. Yaxşı.